Salam dostlar, Güvən Nəşriyyatı Fizika test toplusundan xətti sürət C bəndinin suallarına baxaq. Birinci sual belədir. Radiusu 120 metr olan, yəni R bərabərdir 120 metr, çevrə üzrə V bərabərdir 30 metr bölək saniyə sürətlə, bərabər sürətlə hərəkət edən cisim nə qədər vaxtda A nöqtəsindən K nöqtəsinə çatar? Biz baxırıq ki, buradakı mərkəzi bucaq və yaxud da ki, radiusun dönmə bucağı 120 dərəcədir. Biz fi ilə işarə edirik. Finin isə beynəlxalq sistemdə vahidi radian olduğu üçün 120 dərəcəni radiana çeviririk. O da bizə 3/2 pi radian verir. Biz deməli T-ni tapmalıyıq. Dərhal xətti sürətin düsturunu yadımıza salırıq. V bərabərdir omega vurulsun R. Buradan da V bərabərdir. Omeganı yerinə yazarıq. Fi böl T. Bir də vuraq R. Buradan T-ni tapsaq, fi vurulsun R bölünsün V almış olarıq. Buradan T bərabərdir. Finin qiyməti 2 pi bölünsün 3. Yəni 2 vurulsun 3 bölünsün 3. Vurulsun R-in qiyməti 120 bölünsün V-nin qiyməti də 30. 3-lər ixtisar gedir. 120 ilə 30 da 30-a ixtisar getsə, sürətdə 4 məxrəcdə 1 qalar. Beləliklə T bərabərdir 8 saniyə almış olarıq. Yəni doğru cavab C bəndi. İkinci suala baxaq. İkinci sualda deyilir ki, radiusu 20 desimetr olan, yəni R bərabərdir 20 desimetri metrə çevirsək 2 metri də çevrə üzrə bərabər sürətlə hərəkət edən cismin dönmə bucağının zamandan asılılıq qrafiki verilibdir. Diqqətlə baxsaq görərik ki, burada başlanğıc dönmə bucağı, yəni fi 0 2 radiandır. Sonra sonu isə fi bərabərdir. Biz 8 radian götürək. Sərf olunan zaman da onda 2 saniyə olar. Yəni T bərabərdir 2 saniyə. Cismin xətti sürətini tapmaq tələb olunur. Yəni V bərabərdir sual. Beləliklə V bərabərdir omega vurulsun R. Buradan da omeganı tapsaq fi çıxılsın fi 0 bölünsün T yazmış olarıq. Beləliklə omega bərabərdir. Finin qiyməti 8. Fi 0-ın qiyməti 2. 8 çıxaq 2 bölünsün 2. O da bərabərdir 3 radian bölünsün saniyə almış olarıq. Beləliklə V bərabərdir. Omeganın qiyməti 3. R-in qiyməti isə 2. Beləliklə doğru cavab 6 metr bölünsün saniyə olar. Yəni doğru cavab B bəndi. Üçüncü suala baxaq. Üçüncü sualda deyilir ki, verilmiş radiuslu çevrə üzrə hərəkətdə radius vektorun dönmə bucağının zamandan asıllıq qrafiki verilmişdir. Bura baxırıq ki, fi T ilə düz mütənasib asıldır. Dərhal finin düsturunu yadımıza salırıq. Fi bərabərdir omega vurulsun T-dir. Finin T ilə düz mütənasib olması üçün burada omega sabit olmalıdır. Verilmiş radiuslu çevrə üzrə deyirsə, deməli onda R də sabitdir. Beləliklə V bərabərdir omega vurulsun R ifadəsinə görə görürük ki, V həm omega həm R sabit olduğu üçün sabit olmalıdır. Beləliklə çevrə üzrə bərabər sürətdəki sürət sabit olduğu üçün zamandan asılı olmur və doğru cavab olur B bəndi. Dördüncü sual həmin sualın eynisidir. Artıq burada omeganın T-dən asıllığının deməli bu şəkildə olduğu bizə verilir. Yəni omega T-dən asılı deyil. Onda belə çıxır ki, elə V də T-dən asılı olmaz. Yəni doğru cavab olar A bəndi. Beşinci suala baxaq. Beşinci sualda deyilir ki, verilmiş radiuslu çevrə üzrə bərabər sürətlə hərəkət edən, yəni R bərabərdir konstantdır. Verilmiş radiuslu deyirsə, yəni radiusun sabit olduğunu bizim nəzərimizə çatdırır. Deməli, maddi nöqtənin dövrətmə periodu 1 saniyədir. T bərabərdir 1 saniyə. Onun dövrətmə periodu 3 saniyə artarsa, onda bu T1 olsun. T2 isə bərabərdir. 3 saniyə artırsaq 4 saniyə olar. Onun xətti sürəti necə dəyişir? Yəni V2 bölünsün V1 bərabərdir sual. Dərhal xətti sürətin düsturunu yazırıq. V bərabərdir 2 pi R bölünsün T. Burada baxırıq ki, 2 pi sabitdir, R də sabitdir. V T ilə tərs mütənasib asılıdır. İndi baxırıq ki, şərtə görə period 4 dəfə artır. Onda xətti sürət nə etməlidir? 4 dəfə azalmalıdır. Yəni doğru cavab olmalıdır B bəndi. 6-cı suala baxaq. 6-cı sualda deyilir ki, disk sabit tezliklə O nöqtəsi ətrafında fırladılır. B nöqtəsinin O nöqtəsinə nəzərən sürətinin modulunu hesablayın. Deməli, şərtə baxırıq ki, VA bərabərdir 8 metr bölünsün saniyədir.
VB isə deməli bağışlayın OA isə 2 vurulsun OB-yə bərabərdir. İndi bizdən VB-ni tapmaq tələb olunur. İndi V bərabərdir omega vurulsun R-dir və yaxud V bərabərdir tezlik deyirsə sabitdir. Baxın, sabit tezliklə deyir. Onda yazırıq ki, V bərabərdir 2πn vurulsun R. Burada 2πn sabitdir. Beləliklə V R ilə düz mütənasib asılıdır. Burada R nədir? Verilmiş çevrənin mərkəzindən bizə verilən nöqtəyə qədər olan məsafə. Məsələn, VA üçün mən yazsam, yəni bu 2πn əvəzinə biz hər hansı bir böyük A yaza bilərik. R-in əvəzinə isə biz nə yazmalıyıq? OA məsafəsi. Onda VB də bərabərdir. Yenə həmin A sabiti vurulsun. Biz nə yazmalıyıq? OB məsafəsi. Biz baxırıq ki, sürətlər həmin bu OA və OB məsafələri ilə düz mütənasib asılıdır. İndi əgər OA 2OB-yə bərabərdirsə, onda A nöqtəsinin sürəti B nöqtəsinin sürətinin 2 qatı olmalıdır. Beləliklə, B nöqtəsinin sürətini tapmaq üçün A nöqtəsinin sürətini 2-yə bölmək lazımdır. Beləliklə, doğru cavab 4 metr bölünsün saniyə olar. Yəni, B bəndi. Sonra 7-ci suala baxaq. 7-ci sualda deyilir ki, radiusu 1 metr olan, yəni R bərabərdir 1 metr, çevrə üzrə bərabər sürətlə hərəkət edən cismin dövrətmə periodu, yəni böyük T, 4 saniyədir. Cisim A nöqtəsindən B nöqtəsinə gələnə qədər yer dəyişməyə görə orta sürətini hesablayın. Yəni, V orta bərabərdir sual. İndi orta sürəti nə cür tapırdıq? Yer dəyişməyə görə deyirsə, yer dəyişməni zamana bölməliyik. Baxırıq ki, A-dan B-yə gələn zaman yer dəyişmə çevrənin diametrinə bərabər olur. Çünki yer dəyişmənin tərifini yadımıza salsaq, deyir ki, cismin hərəkət trayektoriyasının başlanğıc və son nöqtəsini birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır. Yəni, vektordur. Beləliklə, A ilə B-ni birləşdirəndə görürük ki, yer dəyişmə S 2 böyük R-ə bərabər. Yəni, çevrənin radiusunu. Burada kiçik yerinə işarələmişik. 2 R-ə bərabərdir. Bəs kiçik T nədir? Baxırıq ki, A-dan B-yə gəlmək üçün sərf olunan zaman periodun, yəni bir tam dövrün yarısına bərabərdir. Yəni, kiçik T bərabərdir, böyük T bölünsün 2. Beləliklə, V ortanı tapsaq, V orta bərabərdir. S-in yerinə 2R, kiçik T-in də yerinə böyük T bölünsün 2 yazarıq. Beləliklə, biz alarıq 4 kiçik R bölünsün böyük T. İndi mən nə cür tapa bilərəm? Fikirləşirəm ki, R və T bizdə yoxdur. Ona görə əslində qalsa var, bağışlayın, R və T bizdə var. Deməli, birbaşa V ortanı tapsaq, 2 vurulsun 1 bölünsün, T-nin də qiyməti 4-dür. Beləliklə, biz cavabda 0,5 metr bölünsün saniyə almış olarıq. Yəni, doğru cavab C bəndidir. 8-ci suala baxaq. 8-ci sualda deyilir ki, maddi nöqtə çevrə üzrə bərabər sürətlə hərəkət edir. Periodun yarısına bərabər müddətdə maddi nöqtənin yer dəyişməyə görə orta sürəti, yəni V orta bərabərdir 12 metr bölünsün saniyə olmuşdur. Maddi nöqtə çevrə üzrə hansı sürətlə hərəkət etmişdir? Yəni, pi bərabərdir 3 və biz nəyi tapmalıyıq? V-ni tapmalıyıq. İndi, V ortanın ifadəsini yazaq. V orta bərabərdir. Nə cür hesablanırdı? Deməli, S-i biz T-yə bölürük. Şərtə görə, deməli, periodun yarısına bərabər müddət deyirsə, yəni üstəki məsələnin yenisidir. Kiçik T-nin əvəzinə böyük T bölünsün 2 yazırıq. S isə bizdə 2R-ə bərabərdir. Beləliklə, biz 4R bölünsün T almış olarıq. İndi biz buradan R bölünsün T-ni tapdıqda, V ortanı biz 4-ə bölməliyik. Və beləliklə, biz 3 metr bölünsün saniyə almış olarıq. Buradan V-ni tapsaq, yəni çevrə üzrə bərabər sürətlə hərəkətdə sürəti düstur 2πr bölünsün böyük T idi. İndi 2 vurulsun P-nin qiyməti 3-dür, R bölək 4-ün qiyməti də 3-dür. Beləliklə, biz V üçün 18 metr bölünsün saniyə almış olarıq. Yəni, doğru cavab olar B bəndi. 9-cu suala baxaq. Eyni radiuslu çevrələr üzrə hərəkət edən cisimlərdən birincisi 6 dövr etdikdə, yəni N1 bərabərdir 6. İkincisi, həmin müddətdə N2 bərabərdir 4 dövr edir. Birinci cismin xətti sürətinin ikinci cismin xətti sürətinə olan nisbətini hesablayın. Deməli, V1 bölək V2 biz tapmalıyıq. Dərhal yazırıq. V bərabərdir 2πr böyük N bölünsün kiçik T. Burada eyni zaman müddətində deyirsə T'lər sabitdir. Eyni radiuslu çevrələr deyirsə R də sabitdir. Beləliklə 2πr də sabitdir. Beləliklə V N ilə düz asılıdır.
Onda V1-in V2-yə olan nisbəti dedikdə elə N1-in N2-yə olan nisbəti başa düşülməlidir. Beləliklə V1 bölək V2 bərabərdir N1-in qiyməti 6, N2-nin qiyməti 4. 6-nı da 4-ə böldükdə biz 3 bölünsün 2, yəni 1,5 almış olarıq. 10-cu suala baxaq. 10-cu sualda deyilir ki, cisim radiusu 12 metr olan çevrə üzrə bərabər sürətlə hərəkət edərək 3 saniyə ərzində A nöqtəsindən K nöqtəsinə çatmışdır. Dərhal yazırıq. R bərabərdir 12 metrdir. Kiçik T isə 3 saniyə bərabərdir. İndi diqqət yetirsək görərik ki, cisim saat əqrəbinin hərəkəti istiqamətində gəlmişdir və A-dan K-ya deməli gəlmək üçün o 4 dənə 90 dərəcəlik dönmə bucağı həyata keçirmişdir. Yəni, əslində qalsa bu kiçik T periodun 4də 3 hissəsinə bərabərdir. Beləliklə, periodumuz 4 saniyə olmalıdır ki, 4də 3 hissəsi bizə 3 saniyə versin. İndi cismin sürətini tapmaq tələb olunur. V bərabərdir 2 pi r bölünsün böyük T-dən artıq biz V-ni tapa bilərik. 2 vuraq, P-nin qiyməti 3, R-in qiyməti 12, T-nin qiyməti isə 4. 12 ilə 4-ü 4-ə ixtisar aparsaq, sürətdə 3 qalar. Beləliklə V bərabərdir 18 metr bölək saniyə almış olarıq. 11-ci suala baxaq. 11-ci sualda deyilir ki, radiusu 12 metr olan çevrə üzrə bərabər sürətlə hərəkət edən cisim A nöqtəsindən B nöqtəsinə 6 saniyə ərzində gəlir. Deməli, radius vektorun dönmə bucağı 120 dərəcədir. Biz onu radianla ifadə etsək 2 pi bölünsün 3 radian deməkdir. Sonra 6 saniyə gəlmişdir. Kiçik T bərabərdir 6 saniyə. Bu xətti sürəti tapmaq tələb olunur. V bərabərdir sual. Biz bilirik ki, V bərabərdir omega vurulsun R-dir. Buradan omeganı tapmaq üçün biz F-ni T-yə bölürük. Beləliklə V bərabərdir. F-nin yerinə yazırıq 2 vurulsun P-nin qiyməti 3 bölünsün 3 vurulsun. Deməli, buradan F-nin qiyməti 1 də bölək, yəni T-yə bölməli. T-nin qiyməti 6. Bir də vuraq R. R-in də qiyməti 12. Beləliklə 2 dəfə 3 6 edir. 6 ilə məxrəcdəki 6 ixtisar gedir. 12-ni də 3-ə böldükdə 4 metr bölünsün saniyə almış olarıq. İkinci bir yol nətərdir? Biz deyirik ki, V bərabərdir 2 pi R bölünsün böyük T-dir. Böyük T-ni nə cür tapa bilərik? Deyirik ki, əgər 120 dərəcəni tənasüb quraq 6 saniyə dönürsə, tam bir dövr 360 dərəcə deməkdir. Həmin dövr etməyə də, yəni 360 dərəcə dönməyə də sərf olunan zaman dövr etmə periodudur. Beləliklə T-ni tapsaq, T bərabərdir 18 saniyə almış olarıq. Buradan da V bərabərdir 2 vurulsun P-nin qiyməti 3, R-in qiyməti 12, böyük T-nin qiyməti isə 18-dir. Beləliklə 2 dəfə 3 6 edir. Məxrəcdəki 18-dən ixtisar apardıqda 3, 12-ni də 3-ə böldükdə yenə 4 metr bölünsün saniyə almış olarıq. Yəni, hər iki üsulla etmək mümkündür. Beləliklə, biz xətti sürətin test-cəsinin suallarına baxdıq. Ümid edirəm, hər hansı bir səhvə yol verməmişəm. Hər hansı bir səhvlə qarşılaşsaq, videonun şərh bölməsində qeyd edə bilərsiniz. Bundan başqa, bu mövzuya aid başa düşə bilmədiyiniz suallarını da deməli, videonun şərh bölməsində yazaraq soruşa bilərsiniz. Sağ olun, diqqətiniz üçün təşəkkürlər.